Əlillik Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq olunmuş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq müəyyən edilir. Həmin meyarlara uyğun olaraq əlillik müddətli və müddətsiz təyin oluna bilər. Reabilitasiya potensialının az olduğu hallarda, geri dönməz proseslər olduğu hallarda xəstəliyin xarakterinə uyğun olaraq əlillik birbaşa müddətsiz təyin olunur. Reabilitasiya potensialı olan xəstələrdə xəstələrin dinamik yaxşılaşması gözlənilən hallarda isə əlillik müddətinə, yəni 1 il, 2 il və 5 il müddətinə əlillik təyin oluna bilər. Əlillik müddəti başa çatdıqdan sonra əlilliyə görə nəzərdə tutulan, aparılan ödənişlər, pensiya və yaxud da təqaüd ödənişi dayandırılır. Bu əlilliyin kəsilməsi anlamı demək deyil. Əlillik müddəti başa çatdıqdan sonra vətəndaş ümumi qayda olaraq, yenə də ilk olaraq ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir, poliklinikaya müraciət etməlidir. Bayaq dediyim qayda həkim məsləhət komissiyası tərəfindən müayinə olunmalıdır. Əgər əlilliyə gətirib çıxarılan orqanizm funksiyalarının pozulma dərəcələri, həyat fəaliyyətinin kriteriyalarının pozulmaları bərpa olunmayıbsa, yenidən forma 88 rəsmiləşdirilərək elektron sistemə daxil edilir və sistem üzərindən qiymətləndirmə aparılır. Konkret bu vətəndaşımız, yəni əlilliyi ki, 4 ildə əlilliyi almır, xəstəliyi davam edirsə, ağırlaşmaları davam edirsə, ərazi poliklinikasına müraciət etməlidir. Ərazi poliklinikası tərəfindən ya poliklinika daxilində və yaxud da ixtisaslaşmış tibb müəssisəsinə göndəriş verərək, orada müayinə edilərək ağırlaşmalar müəyyən edilməlidir. Böyrək xəstəliklərinin üzrə ağırlaşma olaraq əlilliyin təyininə əsas verən kriteriya xroniki böyrək çatışmazlığıdır. Xroniki böyrək çatışmazlığı müəyyən olunarsa, forma 8 rəsmiləşdiriləcəkdir. Ümumiyyətlə, bütün xəstəliklərin haqqında məlumat vermək istəyirəm ki, belə suallar bizə çox gəlir ki, filan xəstəliyimiz var, belə əlillik düşə bilərmi? Əlillik xəstəliyin adına görə düşmür, xəstəliyin yaratdığı ağırlaşmalara görə, xəstəliyin orqanizmin funksiyalarının pozulma dərəcəsinə görə müəyyən oluna bilər. Həyat fəaliyyətinin əsas kriteriyalarının birinin və ya bir neçəsinin pozulmasına gətirib çıxarırsa, burada əlillik haqqında məlumat düşünmək olar. İnsult və yaxud da baş beyində olan xoş xəstəli törəmə nəticəsində hansı ağırlaşmalar var? İnsultun nəticəsində periferik sinir sistemində hər hansı bir ağırlaşma, parez, iflis varsa, hərəkət funksiyası pozulubsa, burada əlillik haqqında düşünmək olar. Xoş xəstəli beyin şişləri də ağırlaşma vermirsə, əlillik təyinə əsas vermir. Ağırlaşmalar hansı ola bilər? Qıcolma törədə bilər, digər beyin funksiyalarının pozulmasına əmələ gətirə bilər ki, bu hallarda əlillik haqqında verilə bilər. Əlillik müddətsiz təyin oldu, yəni ömürlük təyin olduğu halda onların pensiyası dayandırılmır. Amma əlilliyin qiymətləndirilməsi haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixdə təsdiq etdiyi əlilliyin qiymətləndirilməsi qaydalarına görə əlilliyin əsaslığının şübhə altına alan əsaslı faktlar, sübutlar təqdim olunduğu haqqında müddətsiz təyin olunmuş əlildə yenidən inzibati icraat haqqında qanuna müvafiq olaraq müayinəyə cəlb edilib əlillik qiymətləndirilə bilər. Amma bu proses yoxdursa, bu hal yoxdursa, əlilliyin müddətsiz əlilliyə görə əlillik alan əlilliyin pensiya ödənişi dayandırılmaz. Diz oynaqlarında yalnız deformasiyaya görə əlillik təyin olunması nəzərdə tutulmamışdır. Ümumiyyətlə müddətli əlilliklərin hansı hallarda müddətli əlillik, müddətsiz əlilliyə səbəb ola bilər? Bu haqqda ümumi məlumat vermək istəyirəm. Deməli, əlilliyin qiymətləndirilməsi haqqında Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 saylı qərar ilə təsdiq olunmuş əlilliyin qiymətləndirilməsi qaydasına görə 81-100% aralığında olan əlilliklər, yəni birinci dərəcə əlillik olan şəxslər 4 il ardıcıl əlil olduqdan sonra 61-80% olan əlillik olan şəxslər, yəni ikinci dərəcə əlillik səviyyəsində olan əlillik olan şəxslər isə 10 il ardıcıl əlillik olduq, ikinci dərəcə əlillik olduqdan sonra, üçüncü dərəcə əlillər, yəni 31-60% aralığında olan əlillik olan şəxslər və üçüncü dərəcə əlillik olan şəxslər və qarışıq əlillər, yəni ola bilər bir neçə il üçüncü dərəcə olub, bir neçə il ikinci dərəcə olub. Qarışıq əlillik olan şəxslər isə 15 il ardıcıl əlillik olduqdan sonra növbəti komissiya zamanı yenidən əlil hesab edilirsə, əlillik müddətsiz təyin olunur. Əlilliyin qiymətləndirilməsi istiqamətində daimi qanunvericilik aktların və prosesin təkmilləşdirilməsi aparılır və bu istiqamətdə ən böyük addımlardan biri 2022-ci il 13 may tarixli 187 nömrəli əlilliyin qiymətinin
əlilliyin müəyyən olunması meyarlarının qəbul edilməsi oldu. Həmin meyarlara görə əvvəllər deməli 3:50 dərəcəsi nəzərdə tutulurdusa, bu meyarlara görə orqanizm funksiyalarının pozulma faizi təyin olunur və əvvəllər nəzərə alınmayan müxtəlif xəstəliklərə görə 50 dərəcəsi hər iki müxtəlif səviyyədə olan xəstəliklərə görə əlilliyin səviyyəsində ağırlaşmalar varsa, deməli ağırlaşmaların cəmlənməsi, yəni əsas ən ağır xəstəlik, ən yüksək orqanizm funksiyasının pozulma faizi verən xəstəlik əsas xəstəlik kimi götürülür. Digər xəstəlik isə yanaşı xəstəlik kimi götürülür və digər xəstəlikdə yanaşı xəstəlikdə 50 təyin əsas verirsə 10% əsas xəstəliyin üzərinə gəlinir. Yəni vətəndaşlar bu hansı xəstəlik daha çox ağırdır, hansı xəstəlik daha çox yüksək 50%-in verilməsinə əsas verirsə, həmin xəstəliyi əsas xəstəlik kimi götürə bilər. Sırf barmaqlarında, barmaq sümüklərində olan sınığa görə 50-yin təyin olunması nəzərdə tutulmur. Burada aşağı tərəfin funksional vəziyyəti, yəni sınıqdan sonra, sınıq bitişdikdən sonra hansı ağırlaşmalar qala bilər? Ağırlaşmalar yoxdursa, burada 50 təyinəsə əsas vermir. Hər iki böyrəyində büzüşmə varsa və kreatinin yüksək dərəcədə kreatinin varsa, yəni bu xroniki böyrək çaşmazlığının əlamətlərini təsdiq edir və bu halda 50 təyinə əsas verə bilər. Hər iki qulaqda 4-cü dərəcə və yaxud da bir qulaqda 4-cü və digər qulaqda 3-cü dərəcəlik ağır eşitmə varsa, bu 3-cü dərəcə əlillik səviyyəsində 50-yin təyinə əsas verir. Endoprotezin qoyulması 50-yin təyinə əsas verir. Vətəndaş müvafiq qaydada tibb müəssisəsinə müraciət etməlidir. Forma 88-in rəsmiləşdirilməsi üçün. Epilepsiya xəstəliyi, epileptik tutma sırf epileptik xarakterlidirsə, tutmaların sayından asılı olaraq müxtəlif orqanizm funksiyalarının müxtəlif pozulma faizi təyin oluna bilər. Onurğanın əyilmə dərəcəsindən asılı olaraq 50 düşə bilər və ya da düşə bilməz. Ümumiyyətlə bir məlumat vermək istəyirəm ki, bu vətəndaşlarımızda bir səhv bir fikir formalaşıb ki, əsgəri xidmətə əgər vətəndaş yararsızdırsa, bura mütləq şəkildə 50 təyinat aparılmalıdır. Belə bir qanun, belə bir məfhum yoxdur. Hərbi xidmətə yararsızlıq tamam başqa bir məfhumdur, əlillik isə tamam başqa bir məfhumdur. Yəni tutaq ki, vətəndaş onurğanın əyriliyindən danışırsa, əlillik yalnız onurğanın 3-cü dərəcədə skalyozunda əyilmə bucağının 65 dərəcədən yüksək olduğu hallarda təyin olunur. Amma 65 dərəcədən aşağı olduğu hallarda hərbi xidmətə yararsız sayıla bilər. Yəni hansı xəstəliklərdə birbaşa ömürlük təyin olunur? Bu Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında təsbit olunmuş hallardır ki, bunlara birbaşa əlillik müddətsiz təyin olunur. Hansı hallardır? Anatomik və yaxud da psixi qüsurlar, geri dönməz proseslər, reabilitasiya potensialının sıfıra yaxın olduğu hallarda əlillik birbaşa müddətsiz təyin olunur. Bir böyrəyin çıxarılması, digər böyrəkdə çıxarılmasından sonra digər böyrəkdə xroniki böyrək çaşmazlığı varsa, əlillik təyini haqqında düşünülə bilər, əlillik təyinə əsas verir. Xroniki böyrək çaşmazlığı yoxdursa, burada əlillik təyin edilmir. Yaşından asılı olmayaraq ürək əməliyyatı, digər geniş əməliyyatlardan nəticəsində əməliyyatdan sonra funksional çaşmazlıq bərpa olunursa, buna əlillik verilmir. Yəni çox vətəndaşlarımız bizə də çox sual verir, mətbuatda da çox suallar olur. Açıq ürək əməliyyatı keçiribdir, bundan sonra əlillik təyin olunmur. Yəni əməliyyat keçirilir mövcud qüsuru aradan qaldırmaq üçün, qan dövranı bərpa etmək üçün. Qüsur aradan qalxır və qan dövranı funksional olaraq bərpa olunursa, burada əlillik təyin olunmur. Yəni bütün xəstəliklərdə, bütün orqanlarda olan xəstəliklər nəticəsində orqanın funksional çatışmazlığı, xroniki ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığı, xroniki tənəffüs çatışmazlığı və digər çatışmazlıqlar varsa əlillik təyin əməliyyatına səbəb ola bilər. Amma məntiqlə düşünəndə, yəni gizli infarkt, yəni infarkt nəticəsində vətəndaşın xəbəri olmayıbsa, demək burada funksional çatışmazlıq olmuyor. Yəni ürək çatışmazlığından xəbəri olmamaq mümkün deyil. İnfarktın ağrısı olmaya bilər, xəbərsiz keçə bilər, xəbərsiz, yəni mikroinfarkt olaraq bərpa oluna bilər. Amma ürək çatışmazlığı olursa, bu artıq həyat fəaliyyətinin kriteriyalarının pozulmasına səbəb ola bilər. Onkoloji problemi nəzərə almasaq, sırf bir gözün olmamasına görə 50% müddətsiz, yəni 3-cü dərəcə əlillik təyin olunur. Amma burada proses onkoloji xəstəlik nəticəsində olur və onkoloji xəstəliyin ağırlıq mərhələsindən asılı olaraq müxtəlif faiz təyin oluna bilər. Aldan gəlmə lalkar üçün 3-cü dərəcə əlilliyin təyin nəzərdə tutulur. Ümumiyyətlə, yəni əlillik hansı hallarda təyin olunur? Hər hansı bir xəstəlik
və ya da travma nəticəsində travma başlayır və vətəndaş ilk olaraq müalicə üçün diaqnozu dəqiqləşdirir və xəstəlik müalicə olunmalıdır. 6 ay fasiləsiz müalicədən sonra mövcud ağırlaşmalar, orqanizm funksiyasının pozulma faizləri aradan qalxmırsa, bu haqda əlillik üçün müraciət edə bilərlər. Bir şey də qeyd etmək istəyirəm. Yəni əvvəllər bu 6 ay söhbəti bizdə vətəndaş bir sıra xəstəliklər üzrə bürokratik bir əngəllər əmələ gətirirdi. Bunun qarşısını almaq üçün, aradan qaldırmaq üçün də Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 saylı təsdiq edilmiş tibbi sosial ekspertizə müayinəsi göndərişlərinin verilməsi qaydasında ciddi dəyişikliklər aparıldı. Hansı ki, əvvəlki dəyişiklikdən əvvəl yalnız 4 xəstəliklər sinifi üzrə 6 ay müddət gözlənilmədən forma 8 vurula bilərdisə, dəyişikliklərdən sonra bu rəqəm 73-ə qalxdı. 73 xəstəlik üzrə, yəni geri dönməz proses olduğu hallarda, reabilitasiya potensialının çox zəif gözlənildiyi bir hallarda 6 ay müddət gözlənilmədən forma 8 vurula bilər. Amma digər hallarda isə 6 ay müddət gözlənilməlidir və müalicənin nəticəsi qiymətləndirilməlidir. Müalicə nəticəsində mövcud ağırlaşmalar, həyat fəaliyyətinin əsas kriteriyalarının pozulması aradan qalxmayıbsa, onda əlillik üçün müraciət edə bilər. Qrupun dəyişdirilməsi üçün və yaxud da əlilliyin yenidən qiymətləndirilməsi üçün bütün vətəndaşlarımız əgər hesab edirlər ki, əlillik təyin olunandan sonra bunun səhhətində ağırlaşmalar əmələ gəlmişdir, yeni ağırlaşmalar əmələ gəlirsə, vətəndaş əlilliyin yenidən qiymətləndirilməsi üçün tibb müəssisəsinə, poliklinikaya müraciət etməlidir. Həkim məsləhət komissiyası tərəfindən yeni forma 8 rəsmiləşdirilməlidir. Aradan görülmə bir əlillik xəstəliklər kateqoriyası var və bunların bir sırası, bəziləri var ki, birbaşa əlillik təyinə əsas verir. Məsələn, cırtdan boyluq. Lilliputda deyir ki, boy müəyyən səviyyədən aşağı olduqda birbaşa əlillik təyinə əsas verir. Amma tənbəl gözlükdür, ayağın qısalması da bunun nəticəsində tənbəl gözlük birbaşa özü əlilliyin təyinə əsas vermir. Amma görmə itiliyi əlillik veriləcək səviyyədə azalıbsa, yəni yaxşı görən gözdə görmə faizi 20%-dən aşağıya düşübsə, burada əlillik verilə bilər. Ətrafın qısalığına görə də bir aşağı ətrafda 5 sm qısalığı olduqda burada əlillik təyini haqqında əlillik təyinə əsas verir. Digər qulaqda eşitmə dərəcəsi ikinci dərəcə eşitmə ağırlığı, ikinci dərəcə və ondan yüngüldürsə yox. Yəni 3-cü, 4-cü dərəcə ağır eşitmə əlillik verilir. Bir qulaqda 4-cü, digər qulaqda isə ən azı 3-cü dərəcə ağır eşitmə olduğu halda əlillik təyinatı aparılır. Həzm sisteminin xəstəliklərində, yəni xəstəliyin xroniki gedişi ilə, tez-tez kəskinləşməsi ilə əlilliyin təyinatı üçün əsas nəzərdə tutulan əsas kriteriya boy çəki indeksinin 16,5-dən aşağı olmasıdır. Yəni boy çəki indeksinin aşağı olması və ümumi qanın müayinəsində hemoqlobinin qan azlığının olması həzm funksiyasının pozulmasının əsas göstəricilərdir. Bu hallar olduqda əlillik təyin olunur. Göstəricilər 16,5-dən, yəni boy çəki indeksi 16,5-dən yuxarı olduğu hallarda isə əlillik təyinatı aparılmır. Əlillik müddəti bitən vətəndaşlar ümumi qaydada həkim məsləhət komissiyasına müraciət etməlidirlər və həkim məsləhət komissiyası tərəfindən göndəriş rəsmiləşdirilməlidir. Sonrakı qiymətləndirilmə nəticəsində ağırlaşmalar, orqanizm funksiyalarının pozulma faizi saxlanılırsa, əlillik təyin olunacaqdır. Əlilliyin müddəti bitdikdən sonra gecikmə hallarında bu bir sıra hallar olurdu ki, vətəndaşın müəyyən prosedurlardan keçməsi gecikmə ilə səbəb olurdu və bu arada boş olan aylardan görə pensiya ödənişinin itirilməsinə səbəb olurdu. Bununla bağlı cənab prezident tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi qanununa dəyişiklik edildi. Əlilliyin müddətinin başa çatdıqdan sonra 6 ay ərzində əlillik qiymətləndirilirsə, ötən dövr üçün əlillik hesab edilir. Ötən dövr üçün itmiş müddət ərzində əlilliyə görə pensiya təqaüdü ödənilir. 6 aydan artıq müddət itdikdə isə artıq deməli həmin müddət üçün təqaüd ödənilmir. Tibbi sosial ekspert komissiyaları tərəfindən əlillik qiymətləndirilərkən əlilliyin pozulma faizi, əlilliyin müddəti, əlilliyin səbəbi ilə yanaşı əlilliyi olan şəxsin işə yararlıq haqqında zəmanət verilir ki, hansı xarakterli işlərdə işləyə bilər. Vətəndaşa əgər əmək qabiliyyətsiz yazılıbsa ki, köhnə dövrdə olan ekspert nəticəsində ikinci dərəcə və daha yüksək əlillikləri hamısına
əmək qabiliyyətsiz yazılırdı. Amma Azərbaycan Respublikası deməli əlilliyi olan şəxslərin beynəlxalq konvensiyasına qoşulduqdan sonra əlilliyi olan şəxslərin tam hüquqlu deməli cəmiyyət üzvü kimi cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə müxtəlif əmək zəmanətləri verə bilirik. Buna görə vətəndaş müraciət etməlidir ərazi üzrə xidmət göstərən tibbi sosial ekspert komissiyalarına və rəsmi ərizə ilə agentliyə müraciət etməlidir. Agentlik tərəfindən ərizəsi araşdırılacaq və xəstəliyinə uyğun olaraq əmək zəmanəti, hansı işlərdə məşğul ola bilər, əmək zəmanəti verilə bilər. Əlilliyin qiymətləndirilməsi bildiyiniz kimi, deməli, tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş forma 88 əsasında aparılır. Yəni və elektron qaydada aparılır. Qiymətləndirmənin daha obyektiv aparılması, məlumatların daha geniş olması üçün əlillik alt sisteminə müxtəlif dövlət strukturlarının elektron reyestrindən inteqrasiya olunmuşdur. O cümlədən də sürücülük vəsiqələri, vətəndaşın sürücülük vəsiqəsinə malik olub-olmaması əlillik alt sistemində görünür. Yəni qiymətləndirmə zamanı görünür ki, qiymətləndirilməsi aparılan şəxsin sürücülük vəsiqəsi var. Əlilliyi olan şəxsin sürücülük vəsiqəsi ala bilməz belə bir termin yoxdur. Səhiyyə Naziri tərəfindən təsdiq olunmuş xəstəliklər siyahısı var ki, həmin xəstəlikləri olan şəxs, həmin xəstəliklərin daşıyıcı olan şəxslər sürücülük vəsiqəsi ala bilməzlər. Bu siyahı Səhiyyə Nazirliyində və Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrindədir. Bizim tərəfimizdən də əlillik qiymətləndirəndə həmin siyahıya aid olan xəstəliklərin üzrə əlilliyə müraciət etmiş şəxsi tutaq ki, belə deyək də, hamı tərəfindən başa düşülsün deyə bir kobud bir misal üçün. Əqli geriliklə vətəndaş müraciət edir, amma sürücülük vəsiqəsi var. Bəli. Hansı ki, əqli geriliyi olan şəxslərə sürücülük vəsiqəsinin verilməsi qadağandır. Bəli. Bu halda biz əlilliyin qiymətləndirilməsində məlumatların belə də yanlışlığını araşdırmaq üçün əlillikdən imtina edirik. Vətəndaş şizofreniya xəstəliyi də bəli, o da yəni ki, sürücülük vəsiqəsinin alınması məhdudiyyət verilən siyahıdadır. Amma tənəffüs sistemi xəstəlikləri orada fərdi qiymətləndirilir. Yəni birbaşa qadağa yoxdur, fərdi qiymətləndirilir. Sürücülük vəsiqəsinin alınması fərdi qiymətləndirilir. Bunun üçün də dövlət tibb müəssisələrində olan o sürücülük komissiyası deyirik də, belə başa düşmək üçün vətəndaşın ora müraciət etməlidir. Əvvəlki qanunvericilikdə 18 yaşa kimi uşaqlara 18 yaşına kimi sağlamlıq imkanları məhdudluğu müəyyən edilirdi ki, onlara standart deməli məbləğdə təqaüd ödənilirdi. 18 yaşdan sonra isə əlillik müəyyən edilirdi. Bir şey də qeyd etmək istəyirəm ki, yəni aparılan müsbət istiqamətdə gedən dəyişikliklərdən biri də 187 nömrəli qərar qəbul edildikdən sonra artıq 18 yaşa qədər termini yoxdur. Yəni əlillik müddətsiz təyininə əsas verirsə, 18 yaşdan aşağı uşaqlara da müddətsiz əlillik təyin olunur. Böyrək köçürülmüş şəxslər, yəni böyrək köçürüldükdən sonra ilk 2 il ərzində orqanizm funksiyalarının 85-100% aralığında, yəni birinci dərəcə əlillik təyin olunur 2 il ərzində. 2 ildən sonrası transplantantın, yəni köçürülmüş böyrəyinin funksional vəziyyətindən asılı olaraq, yəni kreatinin səviyyəsindən asılı olaraq ikinci, üçüncü dərəcə əlillik təyin və yaxud da birinci dərəcə əlillik təyin oluna bilər. Yəni vətəndaş müraciət etməlidir, böyrək köçürülübsə ərazi tibb müəssisəsinə. Vahid böyrək, bir böyrək, böyrək çatışmazlığı yoxdursa, qanda kreatinin, qallıq azot, sidik cövhəri norma daxilindədirsə, burada əlillik verilmir. Qulaq seyvanının olmaması əlilliyə səbəb, əlillik təyininə əsas vermir, qanunvericilə uyğun olaraq. Amma qulaq seyvanının olmaması ilə yanaşı hər iki qulaqda 3-cü və ya 4-cü dərəcə ağır eşitmə varsa, əlillik təyin oluna bilər. Onkoloji prosesin ağırlıq mərhələsinə asılı olaraq. Yəni ağciyərdə bir payın götürülməsi əlilliyin təyininə əsas verilmir. Amma onkoloji xəstəliyin ağırlıq mərhələsi ikinci, üçüncü, dördüncü, birinci mərhələ, hansı mərhələdir, o mərhələdən asılı olaraq bədxəstəlik törəmədirsə, əlillik təyininə əsas verir. Hər iki əl barmaqlarında sınıqdan sonra əlillik hansı hallarda verilir? Minimum ən azı 3 barmağın olmaması və yaxud da funksional yararsız vəziyyətdə olması. Funksional yararsız vəziyyət nəyi nəzərdə tutur? Falanq arası oynaqların tam ankilozlaşması barmağın hərəkətsizliyini. Amma hər hansı bir hərəkət varsa, zəif də olsa, bir tutma funksiyasını yerinə yetirirsə, burada əlillik təyin olunur. Asma xəstəliyinə görə əlillik verilir. Amma tənəffüs çatışmazlığına yanaşı xəstəliyin tez-tez kəskinləşməsi, illər ərzində kəskinləşmə sayları, bunlar hamısı nəzərə alınır.